xeyir olsun. Gələn şəhid ailələri, İnci Tədris Mərkəzinin işçiləri, nümayəndələri, rəhbərliyi, Allah hər birinizdən razı olsun. Bizləri dəvət etmişsiniz, Azərbaycanın hər bir köşəsindən şəhid ailələrində toplanmışsınız, hər birinizə razı Allah hər birinizdən razı olsun, əziyyətinizə, əməyinizə sağlıq. Bizləri unutmursunuz, hər necə şəhidlərimizi unutmursunuz. Fərdə xanıma da öz təşəkkürümü bildirirəm. Onun gözəl balası Mahmud balamıza tezliklə şifa diləyirəm. Bəli, o bizim çox əziyyətimizi çəkir, bizim çox istəkli və həqiqətən sevdiyimiz, mən ona mələk deyirəm, Fəridən mələyim deyirəm. Və bu mərkəzin rəhbərliyinə də öz təşəkkürümü bildirirəm ki, burada işləyən, bax, burada olan, oxuyan, tədris mərkəzində olan bizim bu qızlarımızın hamısına təşəkkür edirəm. Bizi çox istiqamlı qarşıladılar, həqiqətən də çox gözəl münasibət göstərdilər. Allah onları xoşbaxt bəxtəvər etsin, Allah onları arzularını çatdırsın. Allah Teala özü şəhidlərimizi hər birimizə görə şəfaət etsin. Bir daha da zəfər günümüz mübarək olsun. Bu günü bizə bəxş edən şəhidlərimizə ruhları şad olsun. Hər bir nur içində yaşayın. Ünvana, başda da sizin ünvanlarına olmaq. Sizə və alanda da təşəkkür edirəm hər birinizə.